tek renk challenge videomuza xoş gəlmisiniz. Videoya uşaqlara qışqırtma edərək başlayacağım. Ona görə istədim ki, birlikdə başlayaq. Deməli, kura çəkəcəyik. Bu dəfə kurada Məryəm də olacaq. Hə. Əsnad, Məryəm, Rabiyyədə üçünüz də olacaqsınız da. 2 nəfər qalsa Əsnadla sən aranda seçim eləmək nədir? Maraqsız olur. Bir an çıxın, kağızları yazım. İcazə verin bacıya. Çıxın. Siz çıxın, mən kağızları yazım, çağıracağım sizi, baxmayasınız deyə. Deməli, arkadaşlar, Əsnad bugün Gülsümlə evdə qalıb oyun oynamaq istəyir. Ona görə dedi ki, mən düşməsəm də eybi yox. Rabiyyə dedi ki, bəs mən düşmək istəyirəm. Mən də dedim ki, tamam, elə eləyəcəm ki, kurada sən çıxasan. Amma indi kağızların içinə də Məryəm yazacaq və kurada Məryəm çıxıb Rabiyyə reaksiyasına baxmaq istəyirəm, amma sonra Rabiyyəni seçəcəm. Təbii ki, sadəcə videonun başında minicik bir qışqırtma. Məryəmi yazım, bir də Rabiyyə, Əsnad, Məryəm ayrıca yazım, gəlirəm. Əsl kura, bir də yalancı kuranı yazım, gəlirəm. Evet arkadaşlar, kuralarımız hazırdır. Burada 3 dənə Məryəm yazılıb. İndi Rabiyyə reaksiyasına baxacağım. Elə bilir ki, cığalçılıq eləyib onu seçəcəm. Amma əslində burada üçündə də Məryəm var. Gəlin. Rabiş, Məryəm, Əsnad. Gəlin. Hazırsınız. Qapını bağlayın. Evet arkadaşlar, salamlaşın. Hello. Nasılsınız, iyi misiniz? Evet arkadaşlar, kura çəkirik və bugün kimin tək rəng olacağını seçirik. Mən çəkəcəm ha, üçünüz birdən çəkməyəsiniz. Ona görə bekliyoruz, karıştırıyoruz. Heyecanlı mısınız? Evet. Götürdüm. Baxaq görək kim çıxacaq. Çox heyecanlıyım. Kim çıxacaq? Məryəm, həmişə kimi. Abi şok, sen Yalan değil. Eləmə. Yox. Eləməysən. Yox. Ha, yalandı. Yox. Abi. Ne olur? Yalandı ben. Bu çok. Yalandı. Yox, Məryəm çıxdı. Ahmet. Haqqıyla qazandı. Nə dəqiqə başı and. At mı? Yox. At mı? Məryəm olmasın. Bak nişansın öyle. Ay ya, abi çıkartmayayım. Abi çıkartmayayım bakın. Yox, of. Aşkım Məryəm haqqıyla qazanır. Məryəmə haqqı qazanmıyor bu. Sən kağıza hamısı Məryəm yazıbsan, çünki gizlətsən. Xeyr. Yox, baya. Xeyr. Hə. Xeyr. Yox. Bax, qoydum bura, gəl bax. Ara qoymamısan axı. Of, şey qoymuş. Aşkım indi qoydum bura, gəl aç bax. Adısını da qoydum. Məryəm çıxıb, yapacaq bir şey yoxdur. Çıxmayın Məryəm. Aa. Of, çıxmayın Məryəm. Məryəm çıxmayın, Məryəm olayım. Yaxşı, zarafat edirəm. Zarafat edirəm, bu yalancı kuraydı, Quranan dost. Nə axırda döyəcəklər sən elədiyim qışqırtmalara görə. Yalandan elədim də, hakiki kuramız var. Gəlin indi hakiki Baxın. Rabiyə. qarışmasın. Gəlin indi hakiki kuramızı çəkək. Əsnad. Məryəm, şu. Əsil. Məryəm. Gözlüyün qatdalayım bunları. Ver onda. Onu da ver. Şu, onu da ver. Sen çıxardıram bu arada. Niye? Aşkım sen yoksan hayatım. Ölüm sen için. Bu kimdir? Sen bu kimdir? Keçən oyunda sen qapını bağlayın da uşaqlar. Keçən oyunda sen oldun da, indi növbə bacılarındadır ömrüm. Şu. Hazır mısınız? Seni verebilir ama alnına tükürü çıxır. Yox, da əsəbləşdirməyək bizimkiləri. Boynum qorxur deyə. O səslə gəlmək istəmir. Haydi şurada qalmış. Rabiyyə. Qorxuram indi baltayla götürüb vurarım anne. Alqışlarla Rabiyyə! Aşkım sen hoş dedin, ben
qalacağım Gülsüm. Mən şansım çıxacaqdı da. Aşkım yoxladıq çıxdı da. Rabia Təsvir eləyir sayılmır. başladı yenə balaca müncül cığalçı. Təsvir. Evet arkadaşlar bugünkü tek renk Rabia Ferhatzadə. Teşekkürler olsun. Ama videonun əvvəlində nətə cırnatdım səni. Qorxdun həqiqi Məryəm çıxdı deyə. Terbası Grandos titreme tuttu beni Granon'da. Her oyunda ben bak şu uduzramı. Uddun da. Kazandım Uddun da aşkım bu dəfə uddun da. Mesela indi oyunlar meselesi biz bu kanal bir an atsa oyun Survivor kanalı atsa orada heç kim komandamı tutmaz. O dəqiqdir. Çünkü heç bir oyunda kazanmaram. Her şeyi batıraram. Ya bugün qazandın da əsas məsələ. Adil oldu. Məryəm tək renk challenge-ı Dedim o Furcan kışkırtmada şu videoda ne cümle taşımışım. Zəhrim gedir özümden. başladı yenə. Benim de soğuk kamera ağzıma. Deməli bu dəfə adil oldu. Çünki Məryəm artıq tək renk challenge eləmişdi. Əsnad zaten səhər dedi ki, indi belə artist eləmənə baxmayın. Səhər dedi ki, mən Gülsümlə qalıb oynasam olar. Mən də dedim olar ediyor. Zaten Rabia'nın haqqı idi. Rabia'nın haqqı da çıxdı. Bacıva sağ ol dinə. Evet, getdik. Durun getdik tək renk challenge'ımızı çəkməyə. Rengi seçməmişik. Sənə bir dənə qıyak keçim. İstədiyin renk var. Paltılara görə baxılan Orada sənə qıyak keçirim, özün seçəsən istədiyin rəngi. He. Valla. Ama uşaqlara demə, dinən ki. Videoya baxanda sən mənə yerimdə parçalasınlar. Gəl. Burada hər tərəfdən. Gəl getdik. Getdik tək renk challenge-a. Məryəm olduğu kimi təbii ki, Rabia'ya da hədiyyə alınmalıdır, paltar alınmalıdır. Alışveriş zamanı. Sən nə istəsən? Arkadaşlar sizi çok seviyorum talent. Şap. Yaksın. Talent. Rabia kazandı. Alışveriş zamanı. Ay ben kaş Yatıram. Kaş Nahidən baxışım görəydim. Yatıram dostum yuxuma girirlər belə. Dururam səhər zaftırkım belə. Qurban olun günüm mənim belə keçirsə qurban olum. Arkadaşlar challenge zamanı, cringe zamanı, cur şap. Nədir mənə baxsan? Heç nə də gözlürüm səhnə bitsin keçək, gedək. Nəysə, apar bizi. Sən aparmırsan, getdik. Arayısın. Brent House-a. Durun, siz gəlmirsiniz, getdik. Evet arkadaşlar, hal-hazırda Brent House-dayıq. Rabia, nə renk seçmək istədiyi və qərar verdin? Qərar vermədin? Tərəzi bir deyim. Mavi mi? Yoxsa Mavi yox. Qara mı? Maviyə qadağan qoymuşam. Ay, Arkadaşlar deməli gəlin bu tərəfə. Deməli yuxarıda kətan şalvar var, göy rəngdə. Mən dedim ki, bəs mən o kətan şalvarı alacağam özümə, göy kətan şalvar. İndi buna baxın. Dayan Hano. Burada da göy rəngdə kətan şalvar var uşaqlar üçün. Eynən bizimki kimi. Biz Rabia ilə eyni olmayaq deyə Məryəm qoymur Rabia göy rəngi seçsin. Ölərəm misin? Qutardı şalvarlar. İndi dedilər. Necə yəni əlindədir axı sənin? Yox, satacaq paralar. Yo aparma. Nə rəng seçirsən? bilmirəm, qalmışım aralarında. İstəmirəm, Rengi seçsəm. Krem rəngi. Krem rəngi seçsən bu kətan şalvarı götürəsən də, düzdür? Bu da qəşəngdir. Əsəbləşmə. Bunu da istəyirəm. Hə. Çünki bir sənə bununla əslində o Michael Koflar var, onlar daha qəşəngdir. Hə. Amma bunun rengi yoxdur. İndi seç də nə rəng istədiyini seç. Bir dənə rəng seçməlisən. Bu oyunun zaten elə pis tərəfi odur ki, misal üçün bir şeyi ağ bəyənsən, bir şeyi göy bəyənsən, amma bir dənə rəng götürməlisən hər şey. Amma məsələmsi daha qəşəngdir. O zaman bunu götür, rəngin bu olsun. Amma bundan başqa heç bir şey tapamayasın bu rəngdə. Onda krem də götürsəm, krem kropum da var. Niyə krem var? Ay sağ ol, o da var. Bu rəngdə var köynək. Harda var? Aha, deyəsən tapdılar sənin üçün. Amma mən kətan şalvarı çox bəyəndim. Çox sərin görsənir.
Bunu Rabiyə inanmıram bəyənsin. Allah. Tut göstərim də aşkım. Aşkım izləyicilərə göstərirəm. İyi bir arkadaşlar. Əslində pis köynək deyil. Prosta o bundan daha uşaqca geyinmək istəmir də. Hə. İndi bu dəqiqə. Nə rəngini seç Rabiyə, yoxsa kura çəkəcəm, vəbşi özü seçə bilməyəcək. Kura çəkək. Aha. Hə? Seçim arasında qaldı tərəzi bürcü. Ağ qoyacam, göy qoyacam, yaşıl qoyacam. Göy qoymadı. Mən bəsdir də. Sözüm yox. Yaxşı, get kağız ruçka istə kassada. İstəməm vəbşi. İstəməm kura. Ay da, lütfən axı mən. Bir kömək eləsin də. Mən sənə yaxşı bir məsləhət verim. Göy rəngi seç. Yox deyirəm. Bu şalvarı al. Bu şalvar on sənin ağ kroplarınla da gedəcək, qara kroplarınla da gedəcək. Bir yanda bu rəngdə özünə köynək al, başqa paltarlarınla geyinməyə. İki ayrı kombinə, iki ayrı parça al. Başa düşdün? Bu rəngdə köynək olmamış olmaz. Niyə? Burada mavilər doludur o tərəfdə. Gəl bura. Bax belə mavi krop ala bilərsən. Bu da göy gedir. Də hardasan? Əynimə olanı var ki. 12 yaş. Nədir günah? Sənin günahın tək rəng challenge-a bura gəlməkdir. Evet. Gəl basanoşkalara da baxaq. Bəlkə rəng fikrimi dəyişdirdin. Təzə şortiklər də gəlib bura. İşte orası. Aa, dantelli şortik. Dantelli şortik gəlib. Tut bunu. Aşkım yuxarıda da. Aşkım belimdən düşərəm mən bura. Yox da indi razmerivi tapmağa çalışıram. Yoxdur. Aa, mən də elə bildim dantelli Burama qədər gələr. şortik gəlib. Ver balaca. Rəng seç Rabiyə, ömrümüz çürüdü sən rəngimi. Aa, trend rəngdə köynək gəlib mən keçəydim. Niyə bu addellərini qəşəng şeylər gətirmək əvəzinə uşaqları qəşəng geyindirirlər? Yine istəyirəm. Rabiyə rəng seç. Seç rəng seç, tez ol. Ay Allah, çürüdük burada. Bu nədir? Gözlə. Dur verəcəyim özüm. Şaka. Hə, tökülmüşdü elə. Bir leopard şortik alıram. Şaka yaptık ya. Gül değil. Şakasını belə yapma. Ali, Rabiyə göy rəngi seçirsən yoxsa yox? Qərar ver. Qərar ver, uje yoruldum. Göy seçirsən, sən ustupqaya gedirəm, gəl bura. Gəl bura. Sənə ustupqaya gedirəm, göy kətandan göy olanda göy rəngdə sayıram. Deyirəm bunu göy sayıram, deyir göydür də çünki. Sən bu ağdır, qıraqları biraz göydür sadəcə. Niyə sənin tək rəng challenge-ında Aşkım şalvar sayılmır da. şalvar göydü axı? Gələ. Yaxşı. Göy rəngi seçsən bu ikisini alıram sənin üçün. Hə, götürməm. Zarafat elim. Elə bildin sənin sözünlə götürməyəcək. Get geyin görək. Seçdin göy rəngi. Seçtim görən. Hə, seçtim. Uje seçmək lazımdır. Dəqiq. Gəl bura. Arkadaşlar bax rəsmi olaraq göy rəng seçdin, düzdür? Evet. İmzalatıram. Şo, an etibarilə Rabiyə bugün göy rəngdir. Get, arkadaş. get geyin görək necə qalır. Birinci de açıkını seçtim. Birinci de çantanı. Gəl mən orada sənin üçün göy rəngdə. Yox, ya açqı ya çanta. Açık. Gəl. Ayakkabı seçmiştim elime. Yox, şeydir. Yox, seçməmişik. Gəl orada göy rəngdə çox qəşəng açqı tapmışam. Ya. Tapdım da sən göy açqı bəyənmədin. Tax. De, ha, masmavi. De, göy. Böyle kalmadı ki. Yox. Bir şey diyeyim. Hə. Can, salam, necəsən? Bir izləyicimiz evet, Rabiyə özünə baxır Böyle hal-hazır. görün diye. Bax da istəmirsən götürmə. Hoşuma uygun değil. Bax gör, bəyənmirsənsə ev yox. Belə bir göy çantamız var. İstəsən bunu götürə bilərsən. Yaşıma uygun değil. Bu gün alana 20 manat. Zarifat edirəm. De, Rabiyə, özüm ölüm sənin tək rəng challenge-ın ücə mənə şey oldu, işgəncə, əzab oldu. Çünkü rengi kuralını seçtirimsən. Düz deyirsən, bu axırıncı qələt eləməyimdir. Burada bir dənə də göy açıqı olmalıydı deyən. İndicə gözümə görün deyə. Yox, o yox. De bu, bax gör bu necədir. Buna da bax gözündə. Benim yaşıma değil de bu. Gəl onda yaxşı, sənin yaşıma açıqlar. Bu uşaq açıqlarını göstərirəm, deyir yaşıma uyğun deyil. Böyük açıqlarını göstərirəm, deyir yaşıma uyğun deyil. Mən yazıq neyniyim? Bak bu çok
O biri qəşəng görsənirdi. Sənin o açdığın taxtığın ağacgidən daha balaca görsənir bu. O modeli ikisini Hə. Gələ buna bax, bəlkə bunu bəyəndin. Bu da mavidir. Evet arkadaşlar, bugün tek renk challenge yok. Rabia'nın nazını çekme videosu çekiyoruz. Rabia tek challenge için kendini paraladı. Tek renk challenge günü gelip Rabia seçim eləyə bilmir. Gel bak buna, bence bunu beğeneceksen. Şart değil ki. Bakın. Tak bakım da aşkım görmedi ya hayatım. Tak bakaq. Evet. Yox, aşkım, Bu da kesin yok. bu da büyük oldu. Rabia'ya açgit bulamıyoruz. Nerede götürür verir müəllimə. Askesini de. Kömək listində eybi yox. Askesine aitti bu. O hoş bir açıqları yıkmıştı. Əmmə çöpü falan içimi saklıydı. Yenə Sən başladılar. seçəncədə mən səni köməliydim yaddasan. Düzdür, demək nə seçirsən? Açkiləri tapa bilmədik. Bəlkə gedək kepka ya da çanta baxaq göy rəngdə ya ayaqqabı baxaq göy rəngdə. Kepka yox. Çanta ya da ayaqqabı baxmaq istəyirsən? Yox, elə birinci açıq yaxşı götürüyorum. Birinci hansı? Gəl bax da, bəlkə daha çox bəyəndiyin başqa bir şey oldu. Çanta taxmam, baş yerinə aldırmayayım. O biri çanta. Tamam, ən azından onda bunları geyin bir dənə baxaq əynində, görək olur əyni və get geyin gəl. Sıkın götürüm. Gəl bunlardan alaq göy rəngdə. Amma tatlış, əslində tosu deyəcəkdi. Hə, istəyirəm. Evet, kraliçemiz geldi. Baxım sana. Onu içeri salmaq lazımdı aşkım. Ay aşkım. Köynəyi içeri salanda daha qəşəng görsən. İndi maqnit var, rahat sala bilmirsən bəlkə də. Baxın bir dənə. Biraz o paçalarını çıxart çölə, paçaları içeri qatdalanıb. O bayaqki elə bir sənin razmerin idi həyatım. Bu kətan şalvarlar elədi ki, oversize qalırlar. Krasovka indi sən belə şəpitlənsən, qısa görsənir. Krasovka ilə lap qısa görünəcək. Sənin razmerin bayaqki idi məncə. Bayaqki də əynində çox qəşəng qardı. Bu o cür qalmır. Bayaqki daha qəşəng idi. Hə. İstəyirsənsə bunun yerinə göy rəngdə başqa bir şortik götürə bilərsən, mavi rəngdə. Şortik yoxdur ki. Bax da yenə də. İstəsən biraz da axtaraq baxaq. Bunu bəyənmədin də, yəni. Biraz mən heç bilmirəm. Bəlkə mavi platya götürəsən, platya da götürmürsən, sən? Hansı ordaşlar? Hə. Ordaşlar qəşəngdir. Bəyənmədin? Yuxarıdan mavi platya baxaq bəlkə. Yox, orada da yoxdur. Baxdıq deyil. Ay aşkım, bir şey həddinən də həyatım. Hər şey yoxdur səni. Baxmaq istəyirsən oğlan yerində şortiklərə. Heç nə. Yoxdur orada. Onda Baxmışıq da bir dəfə yoxdur. niyə aşkım doludur şortiklər mavi rəngdə. Hər yer mavi şortikdir. Oğlan adelindən geyinməkdən ötürü də ürəyin gedir. Allah mənə səbir göndərdi ki, Ofeliya səbir. 2 dənə səbir bonusu yükləndi. Nə deyirəm, deyir yox. Nə deyirəm, deyir yox. Türk düzgün qalmırlar. O biri kətan yaxşı idi, dinç durmadın sən. Get bir dənə o birini... Çox böyük qalmış. Yox, o biri krasovka ilə o uzun qalmışdı. Bu şəpitlə səni normal görsənir. Krasovka ilə qısa qalacaq əynində. Ramiz baba kimi olacaq. Mən də bəyənmişəm. Gəl biraz da baxaq Ebi. Evet arkadaşlar, kətan şalvarla köynək qəşəng idi. Kətan şalvarı tam bəyənə bilmədik. Rabişin ürəyincə olmadı oturuşu. Ona görə çıxartdıq. İndi qalxırıq yuxarıya, böyük addelinə. Bəlkə orada nəsə maraqlı bir şey tapa bildik. Görək necə olur. Olmasa məcbur rəngi dəyişməli olacaq. Evet arkadaşlar, mən Ofeliya olum. Rabia'nın burada mavi rəngdə bir şey tapmamış, evə aparım. Əslində az öncə son saniyə pes edirdik ki, artıq mavi heç nə yoxdur da, yapacaq bir şey yox. Amma dayan bunu qopardaq. Hə. Amma son anda yeni gələn məhsulların içində Rabişə böyle bir platya tapdım. Bəyəndin? Ürəyincə oldu? Xoşun gəldi? Götürürük bunu. Şu. Sen rengin göy olmadı, şu mavi oldu. Evet, bu mavidir. Göylə mavi nəfər. Elə ikisi, biri açıqdır, biri tündür. O da deyirlər mavi göy. Evet. Şu bəyəndinsə, Məndən niyə get əyni belə qalmaq istəyirsən yoxsa dəyişmək istəyirsən? qalmaz? Qalmaq istəyirsən.
Tamam, o zaman kassada vurdurarıq. Köhnə paltarları götür. Gedək sən o açgini də istəyirsən götürmək. Gedək sən açgini də götürək. Qalmaq istəmirsən? Tamam, onda tamam, əynivi dəyiş, paltarları geyin, gedək açgivi də götürək. Deməli, Rabişin paltarını tapdıq uşaqlar. Əsnatın şortik qıtlığı var. Əsnata şortik götürmək istəyirəm, amma uşağım yanımda deyil deyə bilmirəm onun əyninə nə yaxşı qalar. Mənim uşaqlığım kimi ayaqları spüçka çöpür oxşuyur. Eynən mənim uşaqlığım. Ona görə adam bilmir ona nə götürsün ki, Şəhriyara da xoş getsin, Allaha da xoş getsin, özünə də xoş getsin. Belə bir şortik bundan yoxlamış deyə əyninə də qəşəng olmuşdu. Əsnata bilmir. Oha, nə qədər uşaq gəlir üstümüzə. Yaxşıyam, sən necəsən? Necəsiz qızlar? Nətərsiz, nətərsiz? Xoş gəlmisiniz. Mələklərimiz gəldi arkadaşlar. Mama bu sanı. Videoda düşsələr problem olmaz. Hə? Düşdünüz video. Adınız nədir sizin? Nasıl oldum bacım? Bir dənə Əsnatın belə bir dənə şortik tapdı. Arkadaşlar sizce Əsnata bunu alım, yoksa bu etek şortu alım? Yorumlarda yazın. Sence hansını alım Rabia? Seçe bilmirəm. Bunu. Məryəm sence? Bunu. Gülay xanım sizce? Ben ikisinin arasında kalmışım. İkisi de çok güzeldi. Mən də ikisinin arasında qalmışam. Əsnata sürpriz eləmək istəyirik, amma bilmirik hansını alaq. Sənə götürürsən, götür. Uşaqlar yardım eləsinlər. Uşaqlar seçdilər əslində. Prosta bu çox aşk kuşkodur. Bundan xoşum gəlib aşk kuşkodur deyə. Hansını götürüm? Baş şəkilməsin. Hə? Məncə Saxlayabilməyəcək ona görə. Gəlin onda bunu götürək. Tamam. Xoş, o niyə yaxı? Bu arxası qəşəkdir. Burasında qəşək aşk kuşko detay. Buna bir dənə kod vuraq. Olmasa dəyişdirərik. Bəs mən bunu Gülay xanım bilir. Bu yufkama değil diye. Ona göre Hə? Rabiş sən də bu açkini götürürsən. Götür, qəşəkdir. İstəyirsənsə o Miu mavi çantanı götür. Hə, bayaq yuxarıda gördüyü ağ rəngini, o mavisini götür. Amma açıq da istəyirəm. Onda açkini götür. Şəffaf olsaq daha çıxır. Yox, sənin mavi günündür bu gün. Götürürsən, yox, o özü elədi aşkım. Bu kim deyə? Eynək yoxsa çanta? Eynək, vsyo. Eynəyin də get eynəyi belə kod vurdur. Haydi, haydi. Məryəm, sən özünə nəsə seçmisən? Bayaqdan da mən Əsladın dalınca qaçıram. Dedim ki, Məryəm özünə bir şey seç. Seçmisən özünə bir şey? Ay Allah. Aşkım haydi haydi tərpən özünə get bir şeylər seç. Vsyo, Əsladın şortiki hazır. Rabiənin tək rəngi mavisi hazır. Mavi platya götürdü. Mavi açki götürdü. Mavi başka burada bir şey bulamadık arkadaşlar. Razı kaldın. Oy, razı kaldın öz tek renk challenge'ından. Arkadaşlar. Ben razı kalmadım. Mən bir də qələt eləyərəm, tək renk challenge-ı təzədən kuru qələtdirərəm. Axırıncı Əsada da elətdirəcəm, onunla da bu video ideyası bağlayıram. Çünki əzab çəkdim. Hə? Dediyin renk buydu ya. Hansı? Renk dedin sen. Krem rəngi. Dedi ne bu gün yay moda düşüyor bu da bu renk. Yox, hə, bu rəng sarı, çox qəşəng rəngdir. Bu açıq renk. Evet. Bir yani Məryəmə də paltar tapaq, görək nə tapırıq, artıq çıxaq buradan. Xalasısınız? Xalası. Səbirə ilə Cansu'nun xalası videonun son saniyəsində çatdırdı özünü. Bəs dedi ki, Səbirə ilə Cansu'ya videoda salam deyən, ikinizi də salamlayıram. Öpürəm, bağrıma basıram. Bu səfər həqiqətən bitdi. Bay bay.